Salam aleykum, hər vaxtınız xeyir olsun. Bundan əvvəlki paylaşımların birində Chevrolet Cruze'un işləyib, hələ də qapağı açıq vəziyyətdə qalıb və maşında problem yaranmadığını paylaşmışdım. Çox bilənlər, güclü ustalar hamısı yazır ki, elə şey olan mənim 100 dərəcədə, orada 50 dərəcədir, nədir? Baxın, bax qapağı açıqdır. Kompüterə salmışam. Baxın, kompüterdən 102 dərəcədir. Gördünüz. İndi oxuyanlar bir də İngiliz kulant temperatur sensor. Baxın, 101-102 dərəcədir. Qapağı da açıqdır. Baxın. Yəni bu işi bir tək mən görürəm. Gördüyüm işə də başımdan cavabdayım ki, heç bir işdə problem ola bilməz. İzləyən hər bir kəsə təşəkkürümü bildirirəm. İzləmədə qalın.